Salam, hörmətli müəllimlər, xoş gördük hər birinizi. Mən Elahə Əhmədova. Bugün sizə izahını uzun zamandır gözlədiyiniz, çox maraqlı və öyrənməkdə əziyyət çəkdiyiniz məşğələ metodikalarından biri olan məntiqi riyazi təfəkkür məşğələsinin haqqında, yəni məntiqi riyazi təfəkkür məşğələsinin müəyyən bir hissəsi haqqında dərs izahı vermək istəyirəm. Uzun zamandır YouTube-da dərs izahları yerləşdirə bilmirdim və sizdən gələn çoxsaylı istəklərin nəticəsində düşündüm ki, bu aradan sonra sizlər üçün faydalı, maraqlı bir izah paylaşım. İzaha keçməmişdən öncə qeyd edim ki, Telegram kanallarımıza, eyni zamanda WhatsApp və YouTube kanalımıza abunə olaraq ödənişsiz dərslərdən, testlərdən, PDF-lərdən yararlana bilərsiniz. Həmçinin aşağıda qeyd edəcəyim nömrəyə yazaraq ödənişsiz dərslərimiz, kitablarımız haqqında da məlumat əldə edə bilərsiniz. Əziz müəllimlər, biz bilirik ki, məktəbə qədər yaş dönəmi uşaqlar üçün çox əhəmiyyətli bir dövrdür və bu dövrdə uşaqlara akademik biliklərin verilməsində məntiqi riyazi təfəkkür məşğələsinin rolu olduqca böyükdür. Yəni, bu məşğələ uşaqlarda akademik biliklərin öyrədilmə hissəsini əhatə edir. Amma təbii ki, bağça dövrü sırf akademik biliklərlə kifayətlənəcək bir dövr deyil. Burada uşağa idraki, estetik, yaradıcı, sosial-emosional, fiziki cəhətdən də hər tərəfi uşaqları inkişaf etdirməyimiz lazımdır. Ümumiyyətlə, məntiqi riyazi təfəkkür məşğələsini qeyd edim ki, 1-2 yaş və 2-3 yaş uşaqlar çıxmaq şərtindən, yəni 1-2 və 2-3 yaşlar çıxmaq şərtindən bu yaş qruplarında məntiqi riyazi təfəkkür məşğələsi keçilmir. Bunu sensor tərbiyənin içərisində yüngülvari formada əyləncəli oyun şəklində keçirik. 3-4 yaşdan etibarən məntiqi riyazi təfəkkür məşğələsi başlayır ki, 3-4 yaşda bir dəfə, 4-5 yaşda bir dəfə keçirik. Sadəcə 5-6 yaş qrupu yeganə yaş qrupudur ki, biz məntiqi riyazi təfəkkür məşğələsini uşaqlara 2 dəfə keçirik. Çünki uşaqlar artıq məktəbə gedəcəklər, müəyyən qədər riyazi biliklərə yiyələnməlidirlər. Ona görə də məhz yalnız bu qrupda biz uşaqlara məntiqi riyazi təfəkkür məşğələsini 2 dəfə keçmiş oluruq. Təbii ki, məntiqi riyazi təfəkkür deyəndə, yəni biz adətən məntiqi riyazi təfəkkür üzrə məsələləri 2-3 standartına istinadən uşaqlara öyrədirik. Yəni riyaziyyatdır, hesablamadır, ədədlərdir, ədədlərin tərkibidir, həndəsi fiqurlar, zaman, məkan. Yəni bunların hamısı 2-3 standartında öz əksini tapır. Yəni riyaziyyat olduqca geniş anlayışdır. Ona görə də mən çalışacağam ki, sizə bu məşğələni hissə-hissə keçək. Ümumiyyətlə, məntiqi riyazi təsəvvürlərin formalaşmasında ilk öncə uşaqlara miqdar təsəvvürlərindən öyrədirik ki, miqdar nədir? Əşyaların sayı və bu sayıların tərkibi. Məsələn, əşyanın sayını ifadə etmək üçün biz tutalım ki, məsələn, bizə tapşırırlar ki, get məsələn, mağazadan çoxlu çörək al. Uşaq gedəcək, bilməyəcək ki, nə qədər çörək almalıdır. Ona görə biz ona miqdar veririk. Məsələn, 3 dənə çörək al. Bu əşyanın miqdarının ifadə edilməsidir. Bu əşyanın miqdarını ifadə edilən bu rəqəmin də müəyyən tərkibi olur. Və biz sonraki mərhələlərdə uşaqlara həmin tərkibi öyrətmiş oluruq. Ümumiyyətlə, miqdar təsəvvürlərinin formalaşması bir qədər çətin prosesdir, zaman alan bir prosesdir. Ən elementar dövrlərdən formalaşır. Uşağa əşyalarla fəaliyyət dövründə formalaşır. Yavaş-yavaş daha sözlü məntiqi formalara keçir ki, məktəbəqədər dövrdə miqdar təsəvvürlərinin formalaşması Leyuşinanın adı ilə bağlıdır ki, Leyuşina uşaqlarda miqdar təsəvvürlərinin formalaşmasını 3 dənə mərhələyə bölür. Birinci, ədəddən əvvəlki dövr. Əslində bu dövrün adına baxanda biz burada söhbətin nədən getdiyini bilirik. Ədəddən əvvəlki, yəni burada ədəd yoxdur. Hələ ədədi öyrətməmişdən öncəki dövrdür. Daha sonra say fəaliyyətini uşağa öyrədirik. Saydan sonra hesablama fəaliyyətini. Çünki uşaq əşyalar üzərində müəyyən əməliyyatlar apara bilməsə, say fəaliyyətini bilməsə, uşaq hesablama fəaliyyətinə məşğul ola bilməz. Ona görə əslində testlərdə də düşəndə bunu biraz məntiqi ardıcıllıqla da uyğunlaşdırsaq, çox rahat şəkildə bunu tapa bilərik ki, uşaq birinci elementar əşyalar üzərində işlər aparmalıdır. Ona görə burada ədədlər qəti şəkildə yoxdur. Hansı ki, bugün biz ədəddən əvvəlki dövr haqqında sizlə danışacağıq. Sonra yavaş-yavaş uşaq rəqəmə keçir. Rəqəmi də keçəndən sonra artıq əşyalarla rəqəmləri birləşdirərək hesablama fəaliyyətindən, yəni sonuncu fəaliyyətlə məşğul olur. Sonra digər məsələlər də var. Məsələn,
məsələ həlli falan. Bunu məsəl üçün biz miqdar təsəvvürlərinin tərkibinə qatmırıq. Zaman, məkan anlayışlarını bunları da qəti şəkildə qatmırıq. Miqdar təsəvvürlər deyəndə sırf bu üç mərhələni ədəddən əvvəlki dövr, say fəaliyyəti və hesablama fəaliyyətini götürürük. Gəlin ədəddən əvvəlki dövr haqqında danışaq bu gün. Mən burada sizə şəkillər də qoymuşam müəllimlər. Ədəddən əvvəlki dövr nədir? Burada uşaqlar görsüz qeyd olunub ədədləri demədən, saymadan miqdar təsəvvürlərini öyrənirlər. Yəni hiss edərək, gözləri ilə görərək uşaqlar təxmini məsəl üçün, baxın, bu səbətdə uşaq görür ki, bu səbətdə bir top var, bu səbətdə çox top var. Uşaq saymadan bunu gözü ilə. Yəni ədəddən əvvəlki dövrdə sensor tərbiyə çox önəmlidir. Və adətən ədəddən əvvəlki dövr 1-3 yaşa qədər olan dövrdür ki, hansı ki standart cədvəlində fikir versəniz, bir çox anlayışı, az çox anlayışı, bunlar ədəddən əvvəlki dövrə aiddir. Artıq 2-3-4 yaşa gələndə 3 dairəsində artıq biz orada 3 rəqəmini gördüyümüzə görə, demək biz artıq orada rəqəmlərlə, say fəaliyyəti ilə işə keçmiş oluruq. Yəni ədəddən əvvəlki dövr adətən, yəni bunu tam konkretləşdirə bilmərəm, yalan olar, amma təxmini 1-3 yaşa qədər olan dövrü əhatə edir. Yəni ilkin riyaziyyatla uşaqlarda tanışlıq dövrüdür. Biz bu dövrdə uşağa nəyi öyrədirik? Çoxu az öyrədirik. Çoxluğu, azlığı öyrədirik. Bir qutuda məsəl üçün bərabərdir, bərabər deyil öyrədirik. Və qeyd edim ki, burada bərabərdir işarəsi olmur. Sadəcə sözlü olaraq uşaq deyir. Eynidir, fərqlidir, ona uyğundur, uyğun deyil. Yəni fikir verin ki, burada heç bir sözün tərkibində biz rəqəm ədəd anlayışını görmədik. Məsələn, uşağa bir səbət verdik, bu bir səbət, bu bir səbət. Bura məsəl üçün 2 dənə alma qoyuruq, bura çoxlu alma qoyuruq və nəzərə alın ki, bu yaşda uşaqlarda aradakı fərq biraz kəskin olmalıdır ki, uşaq o ayrımını seçə bilsin. Məsələn, əşyalar bir-birinə çox yaxın sayda olanda bəzən onu seçməkdə çətinlik çəkə bilərlər. Məsələn, 2 dənə bir yerə qoyun, məsələn 5 dənə bir yerə qoyun və yaxud da 1 dənə olsun, 5 dənə bir yerdə olsun. Yəni uşaq o aradakı fərqi hiss edə bilsin. Hansı ki bu şəkildə məsəl üçün qızda görsəndiyim kimi burada birdir, digərində çox olduğuna görə, yəni uşaq onu rahatlıqla gözü ilə baxanda, yəni göz əyani öyrənmə burada çox önəmlidir. Bir də hiss edərək öyrənmə çox önəmlidir. Hansı ki bu Jean Piaget'də eyni zamanda ilk dönəmlərdə daha çox olur. Yəni onun da nəzəriyyəsində uşaqların adətən əyani əməli təfəkkürdə olduğu dövrdə olur. Yəni təfəkkür növünə görə. Yəni, burada əsas xüsusiyyətləri nədir? Qeyd etdiyimiz kimi sayma olunur. Məsələn, biz uşağa sual verəndə ki, hansında çoxdur, uşaq bunu sayaraq demir. Ümumiyyətlə, gözü ilə baxır, gözünə görə, məsəl üçün, çoxdur, azdır anlayışını deyir. Rəqəmlər öyrədilmir, müqayisə vizual və əməli aparılır. Yəni, toxunaraq və görərək olur. Və ən önəmlisi, ədəddən əvvəlki dövrün əsas sözlərindən biri əşyalarla fəaliyyətdir. Yəni, məsələn, uşağa 3 üstə gəl 2 deyəndə uşaq onu beynində gözünü yumaraq canlandırır. Yəni, bəzən onun gözünün qarşısında konkret əşya olmaya bilər. Amma ədəddən əvvəlki dövrdə uşaq mütləq əşyalar üzərində işləməlidir. Məsələn, əşyaları sayına görə qruplaşdırır. Belə sayına deyəndə, yəni xüsusiyyətinə görə, məsələn, vəhşi heyvanlar, ev heyvanları ayıra bilər. Hansı az oldu, hansı çox oldu. Rənginə görə ayıra bilər. Hansı bərabər oldu, hansı az oldu. Məsəl üçün, bir sıra qırmızı dairələr, bir sıra göy dairələr belə alt-alta düzür uşaqlar. Baxır ki, məsələn, qırmızı dairələrdən bu çox oldu. Məsələn, göy dairələrə gələndə, biri qırmızı dairənin altı boş qaldı. Yəni, sırf məntiqi düşünmədən, yəni məntiqi düşünmə olmur bu dövrdə. Sadəcə əşyalarla manipulyasiya edərək uşaqlar öyrənirlər və bu yenə dediyimiz kimi riyaziyyatın ilkin mərhələsi hesab olunur. Və burada biz uşaqlara hansı anlayışlar öyrədirik? Yenə dediyimiz kimi çox az lüğətlərinin tərkibinə daxil olur. Uşaq 2 əşyanı vizual olaraq göz yaddaşından, gözlə görərək müqayisə edir. Məsələn, dovşanlar və köklər. Gəlin dovşanları kök paylayaq. Məsələn, paylayırıq, baxdıq ki, dovşanlar çoxdur, köklər azdır. Niyə? Çünki dovşanlara kök çatmada, 2 dovşanın kökü məsəl üçün çatmadı, yaxud da ki, bu dovşana, bəzi dovşanlara kök çatmadı. Saymadan uşaqlar müəyyən edirlər, harada çoxdur, harada azdır. Yenə dediyimiz kimi, bu fərqlər kəskin olmalıdır ki, uşaqlar onları ayırt edə bilsinlər. Məsələn, az-çox anlayışları sizin qarşınıza imtahanda çıxsa, bilin ki, söhbət ədəddən əvvəlki dövrdə gedir. Niyə? Çünki burada rəqəm anlayışı yoxdur.
Məsələn, biz deyirik də burada bir səbətə 2 top qoymuşuq, rəqəmlə demirik, sadəcə görsəl olaraq deyirik ki, biz müəllimələr üçün olsun ki, o bir səbətdə də 5 top var. Uşağa sual veririk, hansı səbətdə top çoxdur? Təbii ki, 2 və 5 arasında kəskin fərq olduğuna görə uşaq məsəl üçün deyəcək ki, tutalım ki, göy səbətdəki toplar çoxdur, qırmızı səbətdəki toplar məsəl üçün azdır. Bu rəqəm yəni bizim üçün deyilir. Yəni uşaq üçün əgər sizə sual düşsə imtahanda ki, məsələ hansı səbətdə top çoxdur, say və sayını de, burada artıq ədəddən əvvəlki dövr olmur. Çünki uşağa sayma təlimatı veririk. Amma sırf hansı səbətdə azdır, çoxdur, uşaq bunu sadəcə sözlü olaraq görüb deyirsə, burada artıq ədəddən əvvəlki dövrdür. Sonra bərabərlik anlayışlarını dediyim kimi, burada bərabərlik işarəsinin istifadə olunmur. Sadəcə uşaq yenə dediyim kimi, bayaq sizə qeyd etdiyim kimi, məsələn, hər kuklaya bir stəkan paylayırıq. Baxırıq ki, kuklalardan bəzilərinə stəkan çatmadı və yaxud da ki, bəzilərinə stəkan hamısı çatdı, stəkanlarımız artıq qaldı. Demək ki, stəkanlarımız çoxdur, kuklalarımız və gəlinciklərimiz azdır. Yəni, burada bərabərlik anlayışı altına qoyma, üst-üstə qoyma üsullarından istifadə edirik ki, məsələn, bunu necə edə bilərik? Tutalım ki, bu boş nəlbəkilərdir, bu da stəkanlardır, məsəl üçün. Stəkanın nəlbəkinin altına stəkanları belə-belə qoyuruq. Uşaq baxır ki, hə, bu nəlbəkiyə bu stəkan, bu nəlbəkiyə bu stəkan, bu nəlbəkiyə stəkan çatmadı. Bu alt-alta qoyma üsuludur. Bir də var üstünə qoyma, stəkanı götürür, nəlbəkinin içinə qoyuruq. Bu stəkan bu nəlbəkiyə getdi, bu stəkan bu nəlbəkiyə getdi. Bu nəlbəkiyə qoymaq üçün, içinə qoymaq üçün stəkan yoxdur. Bu da üstünə qoyma üsulu kimi məsəl üçün, bərabərliyi müəyyən etmək üçün istifadə olunur. Sonra uyğunlaşdırma anlayışı, məsələ hər əşyanın bir qarşılığını olduğunu uşaq başa düşür ki, məsələn, hər uşağa bir qaşıq veririk, hər boşqabın altında bir alma ola bilər ki, bu yenə sizə dediyim kimi üst-üstə qoyma üsulundan istifadə olunur ki, burada artıq yaxın təmas olmalıdır ki, məsələn, hər boşqabın içinə bir dənə alma qoyduq, baxdıq ki, almalar artıq qaldı və ya boşqablar əskik oldu. Bu uyğunlaşdırmadır. Daha sonra uşaqda eyni və fərqli anlayışı. Görürsünüz, rəqəm anlayışı yoxdur. Uşaq məsəl üçün formasına görə, rənginə görə, məsəl üçün hansılar yumrudur, hansılar dairədir, hansılar qırmızıdır, hansılar yaşıldır. Məsələn, yaşılları bir qutunun içinə yığır əşyaları, qırmızıları bir qutunun içinə yığır, fərqləri, onları ayırır. Məsələn, uşağa qarışıq belə tutan həndəsi fiqurlar, məsələn, qarışıq dairələr verirsiniz. Necə ki, burada şəkildə görsənir. Məsələn, uşaq sarıları bir yerə ayrı yığır. Bu arada 1-3 yaşa qədər biz sadəcə əsas rəngləri öyrətdiyimizə görə qırmızı, sarı, yaşıl, göy kimi rənglərdən daha çox istifadə edirik. Yəni, uşaqlar fərqli eyni anlayış ki, bunları və yaxud da ki, qırmızı dairələrin içində bir dənə sarı dairə qoyursunuz. Uşaq baxır ki, aha, burada hamısı qırmızıdır, bir dənə dairə, məsəl üçün, onun içindən fərqlənir, onu çıxardır. Yenə də, yəni, rəqəm anlayışı yoxdur. Sonra bu çıxmada, üstə gəldi, uşaqlarla işləməkdə bizə lazım olacaqdır. Sonra artıq və çatışmaya, məsələn, burada da sizə qeyd etdiyim kimi, məsəl üçün 3 dənə stul, 4 dənə uşaq var, bir uşaq ayaq üstə qaldı. Bu artıq olandır ki, deməli, məsəl üçün, stullarımız əskikdir uşaqlarımızdan. Bunu, məsəl üçün, uşaqlara öyrədə bilərik. Artığı və çatışmayanı tapmaq və yaxud da ki, qutulardır, qutuların içində topları atırıq, baxırıq ki, məsəl üçün, toplar qutulardan əskikdir. Demək, artıq qutu gətirməliyik. Bunlar yenə azdır, çoxdur. Sabah uşaqlara toplama çıxmaq əməlində yardımcı olacaqdır. Və yaş qruplarına görə biz baxsaq uşaqlara, baxın, 1-2 yaşlı uşaqlarda bir çox anlayışını öyrədirik. Sadəcə biri göstəririk, amma rəqəm olaraq öyrətmirik. 2-3 yaşda çox, eyni, fərqli bu anlayışları öyrədirik. 3-4 yaşda bərabər deyil, uyğunlaşdırma. Görürsünüz, yaş artdıqca çətinləşir. 4-5 yaşda isə artıq çatışmayan müqayisə bacarıqlarını uşaqlara öyrədə bilərik. Yəni, burada artıq ədəddən əvvəlki dövr deyəndə, yəni rəqəmdən qəti şəkildə heç bir fəaliyyətdə istifadə olunmur. Mən ona görə sizə qeyd etdim ki, adətən 2-3 yaşa qədər, məsəl üçün, uşaqlar üçün daha aktiv fəaliyyət olur, ümumiyyətlə ədəd anlayışı olmur, amma 4 yaş, 4-5 yaşda uşaqlar bu işlərlə də məşğul olurlar, yəni rəqəmli də, rəqəmsiz də məşğul ola bilirlər. Amma bu dövrdə artıq uşaqlar azdan çoxdan rəqəmləri öyrənirlər. Bu dövrdə biz uşaqlarla nələr edə bilərik? Ən gözəli oyunlar.
Riyaziyyatı ən gözəl öyrətməyin yolu oyunlar, əyani materiallar, hərəkətli fəaliyyətlər, situativ, uşağın gözə görə, gözünün görə biləcəyi tapşırıqlar, müstəqil kəşf etmə imkanı. Məsəl üçün, uşağa deyə bilərsiniz ki, mən otağın içərisində toplar gizlətmişəm, gedin o topları gətirin, tapın səbətə yığaq, görək hansı rəng topdan çox oldu, hansı rəngdə topdan az oldu. Məsəl üçün, riyaziyyat ümumiyyətlə müəllimlər, əyaniliyi, riyaziyyat uşaqlar üçün bir qədər yəni öyrənmə cəhətdən çətin sahə olduğuna görə və bu dövrdə uşaqlarda məntiqi sözlü təfəkkür zəif inkişaf etdiyinə görə bir qədər canlı nümunələr çox-çox üstünlüyü olmalıdır və idmanla, musiqi məşğələsi ilə, təsviri fəaliyyət məşğələsi ilə inteqrasiya çox-çox öyrənmə keyfiyyətini artırmış olur. Və bəs ədəddən əvvəlki dövr bizim sonrakı işlərimizə nə kimi fayda verəcək? Uşaq gələcəkdə sayma və riyazi əməliyyatları öyrənəcək, idraki fəallığı artacaq, məntiq düşünməsi üçün şərait yaranacaq və riyaziyyat gələcəkdə onun üçün daha maraqlı və daha qorxusuz keçəcəkdir. Təbii ki, burada biz uşaqları qiymətləndirən zamanda hər bir uşaqdan eyni riyazi potensial gözləməməliyik. Çünki elə uşaqlar var ki, onlar həqiqətən də riyaziyyat yönümlü uşaqlar olurlar və onların nəticələri daha yaxşı olur. Və bunu təbii ki, digər uşaqlarla müqayisə etmək olmaz. Siz həmin uşaqları, məsələn, riyaziyyat göstəriciləri bir qədər aşağı olan uşaqların digər fəaliyyətlərdəki göstəricilərini müqayisə etməlisiniz ki, yəni ola bilər ki, bu uşaq ətraf aləmdə daha yaxşı nəticə göstərir. Demək ki, uşağın meyli ora daha çoxdur. Amma ən azından riyaziyyatda müəyyən bir səviyyə var ki, ən azından rəqəmləri saymaq, müəyyən dərəcədə hesablama aparmaq, bunlar həyati yaşam üçün önəmli bacarıqlar olduğuna görə müəyyən dərəcədə onlara yiyələnməsini təmin edə bilərik. Amma bütün uşaqlarda mükəmməl şəkildə riyaziyyat bacarıqları tələb etmək uşaq yönümlü təhsilin prinsipini də pozmuş olur. Ümumiyyətlə, istənilən fəaliyyətdə, istənilən məşğələdə uşaqların nəticələrini qiymətləndirən zaman onların potensiallarına görə qiymətləndirir. Yəni, bir sahədə bütün uşaqlar eyni yüksək nəticəni göstərəcək deyə bir anlayış yoxdur. Bu nə bizim yetərsiz olduğumuzu, nə də uşağın bacarıqsız olduğunu göstərməz. Yəni, biz balığa uç, quşa da üz deyə bilmərik. Sadəcə biz refleksiyamız güclü olmalıdır. O uşağı yaxşı müşahidə edib, onun harada güclü olduğunu tapmalıyıq və bəlkə də rəsmi sevən uşağa riyaziyyatı da haradasa rəsmin içində müəyyən özünə lazım olacaq səviyyədə öyrədə bilərik. Bu qədər müəllimlər. Baxın, ədəddən əvvəlki dövr haqqında danışdım. Bunu ümumiləşdirib yekunlaşdırası olsaq, ədəddən əvvəlki dövrü testlərdə necə seçirik? Əgər orada ədəd anlayışı, rəqəm görmürsünüzsə, müqayisə etmək əşyalar olaraq, əşyalar üzərində iş önəmlidir. Az, çox, bərabərdir, bərabər deyil, artıqdır, əskikdir, çatır, çatmır, artıq olar, tapıb çıxartmaq. Yəni, orada rəqəm anlayışı yoxdur. Yəni, uşağa azdır, çoxdur anlayışının sonunda say neçə dənədir soruşmuruqsa, demək burada hələ biz ədəddən əvvəlki dövrdəyik. Yəni, ədədləri, rəqəmləri görmədiyimiz situasiyalarda söhbət ədəddən əvvəlki dövrdə gedir. Belə müəllimlər, ümid edirəm ki, sizlər üçün faydalı oldu bu dərsimiz. İnşallah bunun sizin üçün PDF-ini zaten Telegramda yerləşdirmişəm. Sizin üçün testini də paylaşacağım. Dərsi müəyyən qədər mənimsədikdən sonra orada göstərdiyiniz nəticələrə görə təbii ki, dərsi nə qədər qavradığınızı görmüş olacaq. Növbəti izahlarımızda yəqin ki, say və hesablama fəaliyyəti haqqında da sizlərlə paylaşım edəcəm. Sağ olun, salamat qalın. Yenə dediyim kimi, əlaqə saxlamaq üçün, qruplarımıza qoşulmaq üçün aşağıda qeyd edəcəyim nömrə ilə əlaqə saxlayaraq həm ödənişli, həm ödənişsiz qruplarımızdan yararlana bilərsiniz. Özünüzə yaxşı baxın. Hər birinizə bol-bol uğurlar arzu edirəm. Sağ olun, salamat qalın. Sağ olun, salamat qalın.